Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammed ve alihi tahirin. Ve la'nu daim ala a'daihim ecma'in. Mübarək Ramazan ayının 3-cü günün duasında belə bir cümlə oxumuşduq ki, bəndə Allaha dua açıb deyir ki, وَجْعَلْ نَصِيبًا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ. Deyir ki, mənə bu gündə mənə nazil etdiyin hər xeyirdən bir pay, bir nəsib ayır. Bu gündə və yaxud bu ayda mənə nazil etdiyin hər bir xeyirdən bir pay, bir nəsib ayır ilahi. Bəndə bu cür dua edir. Əslində burada çox gözəl bir məqama işarə edilir. İnsan əslində Allah dərgahında olan xeyri istəməlidir. İki cür xeyir var. Bir bizim zənn etdiyimiz xeyirdir. Bir də Allahın dərgahında həqiqi xeyir. Çünki hər şeyin həqiqətini Allah bildiyinə görə nəyin xeyir, nəyin ziyan olduğunu, nəyin xeyir, nəyin şər olduğunu Allah bilir. Biz zənn edirik, belə güman edirik ki, bu olsa daha xeyirli olar. Amma əsl xeyir Allahın dərgahındadır. Ona görə dua edəndə çalışın həmişə dua edin ki, ilahi, öz dərgahında olan xeyri bizə nəsib elə. Bəli, insan yəqin bilsə ki, filan iş xeyirdir, onu xüsusi olaraq istəyə bilər. Məsələn, alimlərimizi qoru. Bilirik ki, alimlərin qorunmasında xeyir var, şər yoxdur. Bizi hidayət elə, düz yola. Burada xeyir var, şər yoxdur. Allah Azza və Cəllə öz mübarək kitabında bir məsələyə işarə edir. Buyurur ki, bəzi şeylər var ki, sizin xoşunuza gəlir, amma sizin ziyanınızadır. Şərdir o sizin üçün. Və bəzi şeylər əksinədir. Ondan xoşunuz gəlmir, amma o sizin xeyrinizədir, o sizin xeyrinizədir. Bəqərə surəsi 216-cı ayda Allah Azza və Cəllə buyurur: Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Kutibə aleykumul qitalu. Sizə müharibə, döyüş, cihad xoşunuza gəlməsə də yazıldı. Kutibə aleykumul qitalu və huvə kurhul ləkum. Sizin xoşunuza gəlməsə də qital, cihad sizə vacib edildi. İnsan istəmir axı keçsin döyüşdə, əziyyət çəksin, vuruşsun, ya yaralansın, ya ölsün. Deyir: "Və asa an takrahu şey'an və huwa xeyrun lakum." Bəzən xoşunuza gəlməyən bir şey ola bilər. Ola bilər bir şeydən xoşunuz gəlmir. Amma və huwa xeyrun lakum, o sizin xeyrinizədir. Və həm də əksinə ola bilər. Və asa an tuhibbu şey'an və huwa şerrun lakum. Bəzi ola bilər bir şeydən xoşunuz gəlmir. Daha doğrusu xoşunuz gəlir, amma o sizin xeyrinizə deyil, sizin üçün zərərdir. Vallahu ya'lamu və entum la ta'lamun. Allah bilir, siz bilmirsiniz. Bir maraqlı hadisə danışım bu barədə. Deməli, bir şah olur, bunun bir vəziri olur. Şahın başına hər nə hadisə gəlsə, vəzir deyir ki, inşallah bunda da xeyir var. Bir gün elə olur ki, şahın hansısa bir xəstəlik səbəbindən barmağı və yaxud əli kəsilməli olur. Vəzir deyir ki, inşallah bunda da xeyir var. Şah qəzəblənir və vəziri həbs etdirir. Ən yaxın vəziri olur. Onu həbs etdirəndə vəzir yenə deyir ki, inşallah bunda da bir xeyir var. Və bir müddət keçir, şah ova çıxanda elə olur ki, öz adamlarından ayrı düşür. Meşənin dərinliklərində bir yerdə vəhşi, yarım vəhşi məxluqların, necə deyərlər, adam yeyənlərin əlinə düşür. Bunu yemək istəyəndə görürlər ki, bunun bədəni naqisdir. Əli kəsilib və yaxud barmağı kəsilib. Bunu buraxırlar. Bu gələndə öz sarayına bir qədər özünə gələndən sonra, istirahət edəndən sonra yadına düşür ki, vəzir demişdi ki, bunda da bir xeyir var, əlvin kəsilməsində. Bu gedir vəzirin yanına, həbsxanaya. Görür ki, vəzir qocalıb, sası saqqalı ağarıb. Vəzirə deyir ki, illər əvvəl sənin dediyin söz bu gün öz təsdiqini tapdı və başlayır ona hadisəni danışır. Və sonra vəzirə deyir ki, mən səni həbsə salmaqla sənə zülm etdim doğrudan da, amma sən düz demişdin. Demişdin, əlvin kəsilməsində bir xeyir var. Əlimin kəsilməsi ilə canım o vəhşilərin əlindən, adam yeyənlərin əlindən xilas oldu, qurtuldu. Və başlayır vəzirdən üzrxahlıq eləməyə, vəzirdən halallıq almağa. Vəzir deyir ki, mənim bura düşməyimdə də inşallah bir xeyir var. Şah deyir ki, burada nə xeyir ola bilər ki? Deyir, əgər mən bu gün burada olmasaydım, o gün
ovda səninlə olacaqdım, sənin yanında olacaqdım və səni buraxıb məni yeyəcəkdilər. Deməli, bəzi vaxtlarda insanı xoşlamadığı bir şey olur. Amma o sənin xeyirvədir. Sən elə bilirsən ki, misal üçün o əlvin sağlam olması, canlının sağlam olması sənin xeyirvə idi. Amma görürsən, şahda belə olur ki, əksinə olur. O onu pis hesab edirdi, amma onun xeyrinə nəticələndi. Və bu cürünə çoxlu misallar qeyd eləmək olar. Adam var, illərdir övladı olmur, amma övlad istəyir. Bəlkə onun övladı olsa, fərsiz bir övlad olacaq. Necə ki, Zübeyrin oğlu Abdullah kimi. Dünyaya gəldi, atasının İmam Əli əleyhissalam düşman olmasına belə səbəb oldu. Və yaxud bəzən insan var-dövlət istəyir Allahdan. Amma o var-dövlətə çatsa, mümkün də azsın. Rivayətlərdə var ki, bir nəfər Peyğəmbərin sallallahu aleyhi və aleyhi yanına gəlir, dua etməsini istəyir. Peyğəmbər dua eləyəndə bunun var-dövləti, mal-qarası, sürüsü çoxalır. Və elə bir hala gəlir, çatır ki, hətta bəzən namazlara belə gələ bilmir. Artıq imanı zəiflir və yaxud insanı mümkündür var-dövlət dindən belə çıxarsın. Bu mübarək duanın bu cümləsində ki, buyurulur, mənə nazil etdiyin hər xeyirdən bir nəsib ayır. Allah Azze və Cəllə həqiqi xeyrin birini Quran-ı Kərimdə bizə izah edir. Mübarək Bəqərə surəsi 271-ci ayədə Allah Azze və Cəllə buyurur ki, İn tubdu sədaqati fəni'əmməhiyyə. Deyir, kasıblara açıq-aşkarda sədəqə verməyiniz yaxşıdır. Yəni, sədəqələri açıq-aşkar versəniz yaxşıdır. Pisləmir. Və in tuxfuhə və tu'tuhəl fuqara'a fəhuvə xeyrun ləkum. Amma onları gizlətsəniz və fəqirlərə versəniz, yəni gizlində versəniz, bu daha xeyirlidir. Fəhuvə xeyrun ləkum. Bu sizin üçün daha xeyirlidir. Və yukaffiru ankum min səyyiətikum. Və günahlarınızı bağışlayır. Vallahu bimə tə'məlunə xabir. Allah etdiyiniz hər işdən xəbərdardır. Baxın, buradakı deyir, açıq-aşkarda verməyiniz yaxşıdır. Bu mənada deyil, bəziləri kimi hər xırda iş görsünlər, çəkib qoyurlar sosial şəbəkələrə. Bir dənə yaxşılıq edir, bir də görsən TikTokda qoyur, Facebookda qoyur, Instagramda, hər bir yerdə yayır və artıq bu insanlar riyakarlığa gətirib çıxarır. İnsan gəlir o həddi qorusun. Açıq-aşkarı sədəqə vermək bu mənadadır ki, bəli, bir nəfər fəqirdir, sən gizlində vermək imkanı yoxdur. Məsələn, yoldan keçirsən, bir də qayıtmayacaqsan həmin küçəyə. Məsələn, açıq-aşkarda sədəqə verdin ona və insanlar gördülər, ona təşviq oldu. İnsanları təşviq etdin. Amma bəziləri təşviq adı ilə çəkirlər, qoyurlar bütün sosial şəbəkələrdə. Hətta bəzən görmüşəm, gedirlər, qapını döyürlər. Qapını bir dənə, indi nə bilsin ki, bunu çəkəcəklər. Bir dənə xanım açır qapını, fərz edə, misal üçün, qısa qol bir köynəkdə ya münasib olmayan bir şəkildə və kamera çəkir, başlayırlar ki, bəs, nə bilim, bayramımızı təbrik edir və yaxud sizə ehsan gətirmişik. O bəlkə halallıq vermir ki, onu çəkəsən və qoyasan YouTube-a. İnsanlardan əvvəlcə icazə almaq lazımdır. Sonra da gizlində edilsə daha yaxşıdır. Biz İmam Əlidən əleyhissalam danışanda deyirik ki, hər zaman gizlində ehsan edərdi. Təşviq eləmək istəyirsən, 2 cümlə hədis yaz sosial şəbəkələrdə, başqasının xeyriyyə işlərini çək, paylaş məsələn, nə bilim, danış bu barədə. Şərt deyil ki, elədiyin işi çəkib qoyasan. Bir-bir nə edirlər, hamısını çəkib bəzən qoyurlar. Yəni, insan gözləməlidir ki, bu iş riyakarlıq həddinə çatmasın, gizlində ehsan edilsin. Hətta rivayətlərin birində var ki, bir nəfər İmam Əli əleyhissalam dünyadan gedəndən sonra bir nəfərin yanından İmam Həsən keçəndə əleyhissalam görür, bu şəxs ağlayır və yaxud qəmlidir. Ondan soruşanda həmin şəxs deyir ki, bir nəfər mənə tez-tez gələrdi, yardım edərdi, neçə gündür yoxdur. İmam Həsən əleyhissalam soruşur ki, nə idi onun adı nə idi bu şəxsin? Deyir ki, bilmirəm adı nə idi. İmam Həsən əleyhissalam ondan soruşur ki, hansı əlamətləri var idi? Misal üçün, dərisinin rəngi və yaxud neçə yaşında olar təqribən, boyu hündürü idi, yoxsa yox, kök idi, arıq idi, bu cür soruşanda məlum olur ki, İmam Əli əleyhissalam imiş. Yəni, o ehsan eləyəndə belə hətta adını belə demirdi, gizli saxlayardı. Və yaxud vəfat eləyəndən sonra, şəhid olandan sonra məlum oldu ki, o ehsanlar ki, əvvəl edilirdi, xəlvət olaraq insanlara, o ehsanlar da kəsilib. Məlum olurdu ki, bu İmam Əlinin əleyhissalam ehsanlardır. Bu barədə daha çox eşitmişsiniz. Yəni, hər kəs bunu bilir.
ümumiyyətlə İslamdan zərrəcə xəbəri olan bilir ki, İslam dinində yardımlaşma nə qədər mühümdirsə, onu gizli vermək, yaymamaq, minnət qoymamaq bir o qədər də nədir? Mühüm bir şeydir. Şəbaniyyə xutbəsinə biz nəzər salanda da orada görürük İslam Peyğəmbəri sallallahu aleyhi və aleyh buyurur ki, وَتَصَدَّقُوا عَلَى فُقَرَائِكُمْ وَمَسَاكِينِكُمْ öz miskinlərinizə və fəqirlərinizə, miskin fəqirdən daha vəziyyəti pisdir. Sədəqə verin, yaxşılıq eləyin. Və hətta bir yerində buyurur ki, Şəbaniyyə xutbəsində, deyir, Əyyuhən-nəsu, ey insanlar, mən fattara minkum saimən mu'minən fi həzə şəhri, kənə ləhu bizəlikə indəllahi itqu nəsəmətin və məğfirətun limə mada min zunubihi. Deyir, ey insanlar, hər kim sizdən bir mömin oruç tutana bu ayda, Ramazan ayında iftar versə, onun üçün bu vasitə ilə Allah dərgahında bir qulun azad olunmasının savabı var. Sanki Allahın dərgahında o bir qul azad etmənin savabını əldə edir. Görürsən, İslam necə azadlığa önəm verir. Hətta müəyyən vasitələrlə qulları belə azad edirdilər. Və sonra buyurur ki, وَمَغْفِرَةٌ və onun üçün bağışlanma var. لِمَا مَضَى مِنْ ذُنُوبِهِ keçmiş günahlarının bağışlanması var. Bir mömin oruç tutana iftar versə. Qeylə ya Rasulallah, deyildi ki, Allahın Rəsulu, fəleysə kulluna yaqdiru alə zəlikə. Bizim hamımız buna qadir deyilik axı, iftar verək. Fəqalə sallallahu aleyhi və aleyh, ittəqun nara vələu bişiqqi təmrətin. Peyğəmbər buyurdu ki, günahdan çəkinin, oddan özünüzü qoruyun, hətta bir yarım dənə xurma ilə. Yəni, yarım dənə xurma da versəniz, imkanınız yoxdursa, iftar verin, bu vasitə ilə cəhənnəm odunu özünüzdən uzaqlaşdırın. Sonra buyurur, ittəqun nara vələu bişərbətin min məin. Bir qurtun su ilə də olsa iftar verin oruç tutan mömin şəxsə. Bu vasitə ilə oddan özünüzü qoruyun, cəhənnəmdən özünüzü qoruyun. Əlbəttə, burada deyirlər, bizim imkanımız çatmır, buna Peyğəmbər deyir, azla da olsa verin. Birinin imkanı varsa, gərək ən azından heç olmasa doymaq həddində bir kəsə iftar versin və özünü cəhənnəm odundan qorusun. Və 4-cü gün duasında belə oxuyuruq ki, Allahümmə qavvini fihi alə iqaməti əmrikə. İlahi, məni bu gündə öz əmrivi yerinə yetirməyə güc ver. Və əziqni fihi həlavətə zikrikə. Və bu gündə öz zikrivin şirinliğini mənə datdır. Və avzi'ni fihi li ədai şükrikə bi kərəmikə. Öz kərəminlə şükrüvü əda etməyi mənə nəsib elə, məni bu işə vadar elə. وَحْفَظْنِ فِيهِ بِحِفْظِكَ وَسِتْرِكَ. Bu gündə məni qoru öz hifzinlə və öz örtüyünlə, pis işlərdən qoruyan örtüyünlə məni qoru. Yə əbsaran nazirin, ey görənlərin ən bəsirətlisi. Allah Azze və Cəllə bizi onun şükrünü yerinə yetirənlərdən qərar versin, ibadətin şirinliğini dadanlardan qərar versin, şükür əhlindən qərar versin. İlahi əmin. Vəlhamdülillahi Rabbil aləmin. Və sallallahu alə Muhammedin və alihi tahirin.